Ermənistan tərəfi zəruri daxili prosedurları tamamladıqdan sonra Tramp marşrutunun işə salınması üçün əsas olacaq çərçivə sazişini imzalayıb. Bu barədə Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan sosial mediada canlı yayım zamanı deyib. Mirzoyan qeyd edib ki, çərçivə sazişini hər kəsin gözü önündə imzalayıb. Bu sənəd Amerika Birləşmiş Ştatları dövlət katibi Marco Rubio'nun səfəri zamanı paraflanıb, sənəd artıq onun tərəfindən də imzalanıb. Buna görə saziş təsdiqlənməyə hazırdır, o bildirib. Erməni nazir sənədin nə vaxt ratifikasiya olunacağı və qüvvəyə minəndən sonra layihənin həyata keçirilməsinin konkret mərhələləri barədə məlumat verməyib. Ermənistan Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim sınağı ilə üzləşib. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. İndi qonşu Ermənistan da Avropa İttifaqı tipli ya bu ya da o testindən keçir. Prezident Vladimir Putin mayın 9-da keçirilən mətbuat konfransında bu mövzu haqqında ətraflı danışıb. Ermənistan özü qərar verməlidir, öz seçimini etməlidir. Avrasiya İqtisadi Birliyində qalmaq, yoxsa Avropa İttifaqına qoşulmaq istəyir. Bunu özü seçməlidir. Ermənistan xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq, amma bu seçim olmalıdır, o bildirib. Lavrovun sözlərinə görə İrəvan artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul edib. Əgər belə bir qanun varsa, deməli artıq məsələyə dair qəti mövqeyə maliksiniz. Amma bu halda gəlin dediyimiz sözlərə görə məsuliyyət daşıyaq və bunu xalqa bəyan edək. Moskvanın İrəvanın xarici siyasəti ilə bağlı dəqiq cavablara ehtiyacı var. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə Rusiya iki tərəfli münasibətlərin inkişafını Ermənistandakı seçki prosesi ilə əlaqələndirmir. Rusiya-Ermənistan münasibətləri strateji xarakter daşıyır, siyasi şəraitdən və ya seçki kampaniyalarından asılı olmamalıdır. Moskva heç vaxt Ermənistana yaxud digər ölkəyə qarşı siyasətini seçki dövrlərinə əsaslandırmayıb. Bu ona bənzəyir ki, velosipedim olmadığı üçün çox əsəbi idim, velosiped alan kimi dərhal sakitləşdim. Belə yanaşma gülməlidir, o bildirib. Zaxarova qeyd edib ki, son dövrlər Ermənistanın Avropa İttifaqı və Avroatlantik strukturlara yaxınlaşdırma səylərini müşahidə edirlər.